Bugün qəhrəman şəhidimiz Elvin Məmmədovun şəhadətindən 5 il ötür. 1 oktyabr Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlı torpaq uğrunda fəda edən igid oğlumuz Göyçay rayonunun Ləkçılpaq kənd sakini Məmmədov Elvin Mübariz oğlunun şəhidlik zirvəsinə ucalmasından 5 il keçir. Qısa, lakin şərəfli ömür yolu. Elvin Məmmədov 26 fevral 1996-cı ildə Göyçay rayonunun Ləkçılpaq kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndində tamamladıqdan sonra 2014-cü ildə hərbi xidmətə yola düşüb və 2016-cı ildə hərbi xidmətini başa vuraraq ailəsinə qayıdıb. Lakin vətən sevgisi onu yenidən silaha sarılmağa vadar etdi. 44 günlük vətən müharibəsi başladığı zaman 27 sentyabr 2020-ci ildə Elvin bir an belə tərəddüd etmədən könüllü şəkildə yenidən ordu sıralarına qatıldı. O igidlik və cəsarətlə döyüşərək 1 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Doğulduğu kənddə Ləkçılpaqda torpağa tapşırıldı. Elvin Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O ölümündən sonra Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə vətən uğrunda Suqovuşanın azad olunmasına görə və Laçının azad olunmasına görə medallarla təltif olunub. Elvin kimi qəhrəmanların sayəsində bugün biz müstəqil, qalib və güclü Azərbaycanın vətəndaşlarıyıq. Onların qəhrəmanlığı, döyüş ruhu və torpaq sevgisi hər zaman yaddaşlarda yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhun şad olsun Elvin. Etibar Bəşirov, Göyçay naminə.